Filmlərdə eşitdiyimiz səslərin çoxu əslində çəkiliş zamanı yazılmır. Kamera səssiz işləyir, amma biz ekranda hər addımı, hər toxunuşu, hər zərbəni hiss edirik. Bəs bu səslər hardan gəlir? Bu sualın cavabı Foley sənətindədir. Adını ilk dəfə eşidirsinizsə, gəlin bu sənət barəsində sizə biraz məlumat verim. Foley film və televiziya üçün səs effektlərinin studiya şəraitində yenidən yaradılması prosesidir. Bu ad bu sənətin banisi sayılan Jack Foley'dən gəlir. O 20-ci əsrin əvvəllərində bu üsulu ilk dəfə tətbiq edib və kino dünyasında yeni bir dövr açılıb. Foley sənətkarları sözün əsl mənasında səslərin sehirbazlarıdır. O addım səslərini yaratmaq üçün müxtəlif səthlərdən, taxta, qum, daş, xalçadan istifadə edir. Bəzən bir qapının cırıltısı üçün köhnə menteşədən, sümüklərin sınma səsi üçün kərəvizdən də istifadə olunur. Hər səs təsvirə uyğunlaşdırılaraq saniyə dəqiqliyi ilə videoya əlavə olunur. Bu proses təkcə texniki iş deyil, həm də yaradıcılıq və müşahidə qabiliyyəti tələb edir. Foley sənəti görünməyən, amma duyulan bir incə sənətdir. Və bu səssiz qəhrəmanlar sayəsində filmlər bizə daha real, daha canlı görünür.